Evet. 58. Bərabər yan üçün oturacağındakı nöqtədən yan tərəf, hə, indi getdik bura. Yazıca salın, bunu mən sizə bərabər yan üçbucaqda ispat elədim. Nəyi ispat elədim? Sentiabrdan qoşulanlar. Dedik ki, bərabər yan üçbucağın oturacağındakı nöqtədən yan tərəfə çəkilən hündürlüklərin ikisinin cəmi bizə verir yan tərəfə çəkilən hündürlüyü. Niyə verirdi? Mən sizə bunu ispat elədim. Niyə verirdi? Bölürdüm bunu 2 dənə üçbucağa. Buradır. Bərabər yan olduğuna görə buradadır. Soldakı üçbucağın sahəsi budur. Sağdakının sahəsi budur. Bunları toplayanda ümumi üçbucağın sahəsini alıram. Bəs ümumi üçbucağın sahəsini necə tapardım? Yan tərəfi hündürlük çəkməklə. Bu yan tərəfə də hündürlük çəkəndə A vur H bölü 2. Bax, A bölükləri ixtisar eləyəndə H olur y plus X-ə. Deməli, baba, bura nə olur? X plus Y. Bəs bu da axı, bayaq göstərdi axı, nə idi? Y idi. Deməli, nə qədər olacaq? 14.